Həkim dedi ki, ürəyinlə ciyərinin ortasında şiş yaranıb. Mətanət Əsədova deyib bu söyləyib. Mətanət xanım şəklinə baxaq. Gözəl xanım. Gözəldir. Zəhmətkeşsən, Mətiş. Belə də deyim də sənə. Başıma gəlməyən müsibətlər qalmadı. Uşaq vaxtında fikir etmişəm. Anam, atam, bacım, qardaşım, qardaşımın balası. Taliyim belə gətirdi. Mətanət xanım, belə götürəndə belə qadınları biz bəzən də düşünürük ki, belə hamı xoşbəxtdir. Bu xoşbəxtliyin özü də natamamdır da. Tutaq bir qadına həyat yoldaşı bir çiçək alır, bir dəstə çiçək, həmin qadın xoşbəxt olur. Sabah eşidir ki, o çiçəyi başqa bir qadın alıb. Bax, belədir, çətindir. Bizim qadınların həyatı çətindir. Təbii ki, axşam nöqtə istinad edirəm, nöqtə aza. Bir verilişdə Mətanət Əsədova deyib, səhhətində yaranan problemdən də danışıb. Həkim dedi ki, ürəyinlə ciyərinin ortasında şiş yaranıb. Səsim batdı. Belə bir şeylə tibbdə rastlaşmayıblar, həkim qeyd edib. Həkimlər dedi ki, Azərbaycanda ilk səndə gördüm. Həkim deyib. Həkimlər də deyib, həkim də fikirdən yarandı, həssas adamam. Nəsə qəfil xəbər olanda ətrafdakılara deyirəm ki, mənə deməyin. Tək yaşayıram, çox pis oluram. Canım Mətanət xanım. Heç nəyin fikrini çəkməyin, qurban olum sənə. Kiçicik həyat verilib bizə, ömür verilib də, Allah verib. Bu da bizim borcumuzdur, yaşamalıyıq. Fikir çəkməlisin. Abla məsləhəti.